Mən Avropaya yaşamaq üçün gələndə mən düşünmüşdüm ki, bizim burada Azərbaycanlılar, Avropada yaşayan Azərbaycanlılar sənətə çox qiymət verirlər. Bəli. Amma gəldim gördüm ki, yox. Burada da elə bircə addım sürəlik etməyiblər musiqi sahəsində. Bizim Azərbaycanlılar. Bəli, bəli. Mən fikrimi açıqlamaq üçün demək istəyirəm ki, mən Üzeyir Hacıbəyovun yaratdığı məktəbin davamçısıyam. Nə gözəl. Və Üzeyir Hacıbəyov Avropa səviyyəsində savad aldı, oxudu və Azərbaycanda o məktəbi yaratdı. Və mən də o məktəbin davamçısıyam.